İndi Mərurət Hakim qızı Qazaxıstan və Xuraman Yusifova. Bu Qazaxıstan karateçisidir. Mərurət Hakim qızı və Xuraman Yusifova Azərbaycan. Qazaxıstan idmançısı həm fiziki həm də texniki cəhətdən daha üstün görünür, rəqibindən uca boylu və hiss olunur ki, Xuraman Yusifovanın işi heç də asan olmayacaq. Görüşün elə ilk dəqiqələrində Qazaxıstan karateçisi çox ağır, qüvvətli zərbələrlə Xuraman Yusifovanı geri oturtmağa çalışır, amma Azərbaycan idmançısı da mübarizədən yayınmaq fikrində deyil. Hakimlər bildirirlər ki, Qazaxıstan idmançısı, bəli, Qazaxıstan idmançısı qaydanı pozmuşdu. Yaxın döyüşdə zərbələrin dəqiqliyinə fikir vermirdi və buna görə ona cərimə balı verilir. Yenidən hər iki idmançı dərhal bir-birinin üstünə atılır və yumruq zərbələri ilə, əsasən əl zərbələri ilə Təvaza texnikası hesabına üstünlük qazanmağa səy göstərirlər. Xuraman Yusifova geri çəkilmək fikrində deyil. Nisbətən uca boy rəqibinin üstünə doğru gelir və mübarizədən qətiyyən yayınmır. Elə bu əzmkarlığı da tamaşaçıların alqışları ilə qarşılanır. Görüşün əsas vaxtı başa çatmaqdadır. Lakin hiss olunur ki, tədricən Azərbaycan karateçisi yorulmağa başlayır. Bəlkə də Mərurət Hakim qızının endirdiyi qüvvətli zərbələr artıq öz təsirini göstərməyə başlayır və Xuraman Yusifova əvvəlki kimi mübarizəni davam etdirməyə çətinlik çəkir. Şiro, cərimə balı. Şiro, yəni ağ geyimli karateçi. Burada şərti olaraq ağ geyimli karateçi Xuraman Yusifovadır. Və Aka, qırmızı geyimli karateçi. Qazaxıstan qırmızı geyim əvəzini isə idmançının kəmərinə qırmızı lent bağlanıb və bu da şərti olaraq onun qırmızı geyimdə tatamiyə çıxmasını göstərir. Bu görüşün qalibi finalda Nadejda Yershova ilə qarşılaşacaq. Xuraman Yusifovanın qalib gəlmək arzusu, əzmkarlığı elə ilk baxışdan özünü büruzə verir, amma bütün bunlar kifayət edəcəkmi? İndi hakimlər öz qərarlarını bildirməlilər. Hər halda Azərbaycan karateçisi sona qədər bu mübarizənin çətinliyinə davam gətirdi və indi qalib Xantay yolu ilə elan olunmalıdır. Hakimlərdən biri Azərbaycan idmançısının qələbəsini elan edir və referi yenə də keçişi elan edir. Kekevaki bir dəqiqə əlavə vaxt təyin olunur. Lakin diqqət yetirin, Xuraman Yusifova görüşün əvvəlindən indiyə kimi mübarizəni eyni tempdə aparırsa, Qazaxıstan idmançısı haqqında isə bunu demək olmaz. Artıq Mərurət Hakim qızı əldən düşməyə başlayır. Hiss olunur ki, tədricən yorulur və bu məqamdan da Xuraman Yusifova istifadə edə bilər. Zərbələrin sayını bir qədər də artırmaq hesabına rəqibini müdafiəyə, tam müdafiəyə çəkilməyə məcbur edə bilər və bu yolla da hakimlərin rəğbətini qazanmaq mümkündür. Qələbəni Xuraman Yusifovaya verə bilərlər. Bunun üçün dediyim kimi bir qədər də fəal olmaq lazımdır. Əlbəttə ki, fiziki hazırlıq səviyyəsinin imkan verdiyi qədər.
Görüşün əlavə vaxtı da artıq sona yaxınlaşır. Son saniyelərdir. Quraman Yusifova yerə də hücumdadır. Və indi qətiyyətlə demək olar ki, bəli, Azərbaycan karateçisi qələbəyə daha çox layiq döyüş nümayiş etdirir. Əgər bir qədər əvvəl əsas vaxt bitəndən sonra hakimlərdən yalnız biri Quraman Yusifovanın qalib gəldiyini bildirdisə, indi yəqin ki, ən azı 2 hakim qələbəni Azərbaycan karateçisinə verə bilər. Artıq əlavə vaxt başa çatmaqdadır. Görüş davam etdirilir. Son saniyələrdə Quraman Yusifova üstünlüyünü bir daha nümayiş etdirmək məqsədi ilə zərbələr endirir, amma bu zərbələr nə qədər çoxdursa bir o qədər də zəif alınır. Bu da təbiidir, çünki mübarizənin son saniyələrində artıq idmançıların taqəti qalmayıb və indi yenidən kontey elan olunur. Hakimlərin qərarı və dediyim kimi hakimin 2 köməkçisi qələbəni Quraman Yusifovaya verir. 2 hakim isə yenə də Hikevake heç-heçə elan edir və referi. Eləcə də digər hakimlər də öz qərarlarını dəyişirlər. Belə ki, münsiflər heyətinin üzvləri də Azərbaycan idmançısının qalib gəldiyini elan edirlər. Quraman Yusifova qalib gələrək finala çıxır. O finalda Nadejda Gershova Qırğızistan karateçisi ilə qarşılaşacaq. Mərurət Hakin qızı isə yarışı 3-cü yerdə başa vurdu. Akşin Əliyev və Ruslan Hüseynov tatamiyə dəvət olunurlar.